Hər kəs salamlayıram. Bu videoda mən Pifaqor teoremini 3 fərqli üsulla isbat edəcəm. Ümid edirəm ki, video sizlər üçün faydalı olar. Vaxt itirmədən başlayaq. Deməli, üsulları burada qeyd eləmişəm. Birinci üsul trapesiya tamamlama üsuludur. İkinci üsul fiqurların oxşarlığıdır. Üçüncü üsul isə trigonometriya üsuludur. İndi başlayaq birinci üsuldan. Birinci üsul bu cür olur. Bir ABCD düzbucaqlı trapesiyası çəkirik. A, B, C, D. Tutaq ki, A bucağı 90 dərəcə olsun, D bucağı da 90 dərəcə olsun. Və elə bir M nöqtəsi qeyd edirəm ki, BMC bucağı 90 dərəcəyə bərabər olsun. Yəni bu cür. Və AB tərəfinə bir A deyirəm. AYM-ə də B deyirəm. MD də A olsun, CD də B olsun. Onda nə olur? Baxırıq, uyğun tərəflər A, B, A, B. Və onlar arasındakı bucaqlar bir-birinə bərabərdir. Deməli, BM də MC-yə bərabər olmalıdır. Hansı əlamətə görə? TBT əlamətinə görə. Tərəf, bucaq, tərəf. İndi BM MC-yə bərabərdirsə, hər birinə C deyə bilərəm. Və biz buna trapesiya üsulu demişdik. Trapesiya olduğuna görə AB paraleldir CD-yə. Biz trapesiyanın sahəsini necə hesablayırdıq? Orta xətt vurulsun, hündürlük. İndi bu trapesiyanın sahəsini hesablasaq, ABCD bərabərdir. Orta xətt A plus B böl 2-dir. Oturacaqlar cəmli yarısı. Hündürlük də A plus B-dir. Nəyə bərabərdir? 2 surətdə A kvadrat üstəgəl 2AB üstəgəl B kvadrat. Bunun sahəsini hesabladıq. İndi onun daxilindəki düzbucaqlı üçbucaqların sahələrini hesablayıb cəmləyəcəyik. İlk öncə ABM düzbucaqlı üçbucağına baxaq. ABM-in sahəsi nəyə bərabərdir? Katetlərin hasilinin yarısına bərabərdir. Yəni AB böl 2-yə bərabərdir. Həmçinin SMCD də katetlər hasilinin yarısına bərabərdir. AB böl 2. Yadınızdaydısa, bu düzbucaqlı üçbucaqlar bir-birinə konqruent edirlər. Ona görə avtomatik olaraq sahələr də bir-birinə bərabər olur. S, B, M, C də katetlər hasilinin yarısı, yəni S kvadrat böl 2-dir. Biz bunların sahələrini cəmləsək, nə əldə edərik? 2-də 2AB üstəgəl C kvadrat. Bu üçünün sahələrinin cəmi elə bizə trapesiyanın sahəsini verirdi. Yəni 2-də A kvadrat üstəgəl 2AB üstəgəl B kvadrat. Hər tərəfi 2-yə vursaq 2-lər ixtisar gedəcək, 2AB-lər islah gedəcək, yerdə qalacaq C kvadrat bərabərdir A kvadrat üstəgəl B kvadrat. Bu da Pifaqor teoremidir. Bu bizim birinci isbatımız. İndi keçək ikinci üsula. İkinci üsul fiqurların oxşarlığı üsuludur. Burada bir ABC düzbucaqlı üçbucağı çəkək. A bucağı 90 dərəcə olsun. B, C. Və mən A təpəsindən, yəni düzbucaq təpəsindən BC tərəfinə bir hündürlük endirirəm. Bu hündürlüyün oturacağı da bir H nöqtəsi olsun. Və tərəfləri hərflərlə işarə edəcəm. A tərəfi olsun, B tərəfi olsun, M tərəfi, N tərəfi, K tərəfi. Və burada oxşarlıqlar yazacağım. Oxşarlığı yazmadan öncə bucaqların bərabərliyini göstərməliyik. Bura alfa bucağı olsun, burada 90 çıx alfa bucağı olsun. Çünki cəmlər 90 dərəcə eləməlidir. Bura 90 çıx alfadırsa, bura alfa olmalıdır ki, cəmləri 90 dərəcəyə bərabər olsun. Və həmçinin bura alfadırsa, burada 90 çıx alfa olmalıdır. İndi oxşarlığı yazaq. İlk oxşarlığımız bu olacaq. Deməli, üçbucaq A, H, B oxşardır. Üçbucaq C, A, B ilə. Niyə? Çünki baxın, AHB-də alfa 90 çıx alfa 90. CAB-də alfa 90 çıx alfa və 90. Üçündə də eyni bucaqlar, bərabər bucaqlar var.
Ona görə oxşardılar. İkinci oxşarlıq yazaq. Üçbucaq SAH oxşardır üçbucaq. Deməli SBA ilə. Həmçinin burada da alfa bucağı var, 90 çıx alfa var, 90 var. Burada da alfa bucağı var, 90 çıx alfa var və 90 dərəcə var. İndi uyğun tərəflərin nisbətlərini bir-birinə bərabər eləyək. AH böl SA. AH-ımız nə qədərdir? K. SA-mız nə qədərdir? B. Bərabərdir. HB bölünsün AB. HB-miz nə qədərdir? M qədərdir. AB-miz nə qədərdir? A qədərdir. Bərabərdir. AB bölünsün SB. AB-miz nə qədərdir? A qədərdir. SB-miz nə qədərdir? SB-miz M üstəgəl N qədərdir. Buradan çıxır A kvadrat bərabərdir. M vurulsun M üstəgəl N. Buradan nə görə bilərik? SA böl SB. SA-mız B qədərdir. SB-miz M üstəgəl N qədərdir. Bərabərdir. AH böl BA. AH-ımız K qədərdir. BA-mız isə A. Bərabərdir. SH bölünsün SA. SH-ımız N-dir. SA-mız isə B qədərdir. Buradan da çıxır. B kvadrat bərabərdir. N vurulsun M üstəgəl N. İndi bu iki ifadəni toplayıram. Nə əldə edirəm? A kvadrat üstəgəl B kvadrat bərabərdir. M vurulsun M üstəgəl N üstəgəl N vurulsun M üstəgəl N. Buradan da A kvadrat plus B kvadrat bərabərdir. M üstəgəl N ortaq vuruldu, vurulsun M üstəgəl N. Yəni A kvadrat plus B kvadrat bərabərdir M üstəgəl N-in kvadratı. Baxın, A, B katetlər idi. M üstəgəl N də hipotenuzdur. Yəni, Pifaqor teoremin bu üsulla da isbat eləmiş olduq. İndi üçüncü üsula keçək. Üçüncü üsul deyərdim aralarında ən qısa olan üsuldur. Trigonometriya üsuludur. Biz trigonometriya üsulunda nə edəcəyik? Deməli, yenə bir ABC üçbucağı çəkirik. Düzbucaqlı üçbucağı. Düzbucaq təpəsi A olsun. B, C. ABC bucağına bir alfa bucağı deyirəm. Və tərəflərində A, B, C ilə işarə edirəm. Sinus alfa nə qədərdir? Sinus alfa B bölü C-yə bərabərdir. Bəs kosinus alfa nə qədərdir? Kosinus alfa da A bölü C-yə bərabərdir. İndi sinus kvadrat alfa hesablasam nə olacaq? Hər tərəfi kvadrata yüksəldirəm də B kvadrat bölü C kvadrat olacaq. Kosinus kvadrat alfa nəyə bərabər olacaq? A kvadrat bölü C kvadrata bərabər olacaq. İndi bunları toplasaq sinus kvadrat alfa üstəgəl kosinus kvadrat alfa bərabərdir C kvadrat, surətdə də A kvadrat üstəgəl B kvadrat. Belə bir eynilik var ki, sinus kvadrat alfa üstəgəl kosinus kvadrat alfa bərabərdir 1. Bu bir eynilikdir. Trigonometrik eynilik. Yəni, bu da 1-ə bərabərdir. Buradan da çıxır ki, A kvadrat plus B kvadrat bərabərdir C kvadrat. Yəni, biz Pifaqor teoremində bu üsulla ispat etdik. Pifaqor teoreminin minlərlə, yüzlərlə isbatı var. Lakin biz bu videoda onların arasından seçdiyim 3 ispat üsulunu sizlərlə bölüşdüm. Bu qədər. Sağ olun.